Salam əziz müəllimlər, mən tərbiyəçi müəllim Rəhmizadə Yasəmən. Bugün sizə son dövrlərin aktual olan bir mövzusu uşaqlarda nitq inkişafı problemləri haqqında izah vermək istəyirəm. Son zamanlarda bu hallarla çox rastlaşıram ki, valideyn deyir, məsəl üçün müəllimə, mənim uşağımın artıq 3 yaşı var. Yəni bunun səbəbi nədir? Nədən yarana bilər? Uşaq əgər ünsiyyətə girmirsə, danışmırsa, bunu biz birbaşa müəyyən bir əqli geriliyə bağlaya bilmərik. Əgər uşağa bura gəl, onu gətir, çağıranda gəlirsə, bu reaksiyalar verirsə, yəni biz artıq bunu bu uşağın müəyyən bir əqli geriliyi olduğu üçün danışmır və yaxud inkişaf etdirmir, sözlərdən istifadə etmir kimi yanaşa bilmərik. Bunun başqa bir müxtəlif səbəblər ola bilər və hər danışmayan uşağın, yəni mütləq müəyyən bir nitq qüsuru olduğunu da vurğulamaq düzgün deyil. Yəni burada əsas məsələ müşahidəçilikdir. Burada valideynin müşahidəçiliyi də çox önəmlidir ki, yəni mənim uşağım nəyə görə danışmır? Səbəb nə ola bilər? Bax bu gün bunlar haqqında danışmaq istəyirəm. Hansı ki o əqli geriliyin olması, müəyyən bir nitq qüsurunun olması ilə deyil, bunun altında yatan başqa bir səbəblər var ki, bunlar haqqında danışmaq istəyirəm bu gün sizlərə və bilirik ki, uşaq danışa bilməyəndə, özünü ifadə edə bilməyəndə bu uşaqda müəyyən əsəb, aqressiya səbəb yaradır, ağlayır, dayanmadan ağlayır, özünü aqressiv şəkildə göstərir və yaxud nə elərirsə yerə çırpır. Bu biraz onun özünü ifadə etməkdə çətinlik çəkməsindən irəli gəlir. Burada mən sizə yaşlar üzrə təxmini bir statistika qeyd etmişəm, amma bu statistika təxminən olan bir statistikadır, dəyişkən ola bilər. Yəni hər yaşda, hər uşaqda fərqli ola bilər. Uşaq var görsə çox tez bir zamanda danışır. Yəni ən azından nə qədər söz istifadə etməlidir, bu statistikada biz görürük. Keçək istəyirəm indi isə nitq inkişaf problemlərinə. Uşaqlarda nitq inkişafının ən başla təsiri əlbəttə ki şiddətdir. Şiddət dediyimiz zaman sadəcə fiziki şiddəti nəzərdə tutmuram. Eyni zamanda psixoloji şiddət də ön plandadır. Çox gözəl bir nümunə ilə mən sizə bunu irəli sürüm. Hər birimizin evində, həyətində güllər, çiçəklər var. Biz o dibçək güllərini qayğı ilə sulayırıq. Onlarla söhbət eləyəndə o güllər görürsünüz necə açır, necə yaşıllaşır, böyüyür. Yəni düşünürük ki, o çiçəklər bizi eşidirmi? Xeyr, burada sadəcə olaraq biz ona müsbət enerji ötürürük. Həyatda hər şey enerji ilə irəli gəlir. Hər şey enerji ilə başlayır. Yəni uşaq da belə bir şeydir. Sevgi, o enerji, o müsbət aura uşağa ötürülməlidir. Şiddət dediyimiz zaman sadəcə olaraq ananın, atanın uşağa müəyyən bir şiddətindən və yaxud ya fiziki, ya psixolojinin şiddətindən deyil, ailə mühitində olan ümumi psixoloji vəziyyət də burada ön plandadır. Məsəl üçün o evdə müəyyən qədər hər bir problem o uşağın yanında həll olunursa, hər bir problemi o uşaq şahidlik edirsə, bax bu da uşağın nitqinin gerilənməsinə çox böyük təsir göstərir. Əgər o uşaqda müəyyən bir özünü ifadə etməkdə, ünsiyyətə girməkdə çətinlik çəkirsə, bu məsələlərdə buna təkan verir. Onun artmasına səbəb ola bilir. Buna görə qeyd edirik ki, uşaqların yanında müəyyən bir problemləri, müəyyən bir məsələləri həll etmək olmaz. Yəni uşaq bunu hiss etməməlidir. Ən azı etdirməmək üçün çalışmalıyıq. Düşünməyək ki, bu kiçik bir uşaqdır. Düşünməyək ki, körpə bir uşaqdır. Yəni yeni doğmuş bir uşaq olsa belə, onun yanında müəyyən qədər ancaq söz-söhbət, ancaq o mənfi aura varsa, o uşaq onu hiss edir. Eyni zamanda misal olaraq mən sizə çiçəkləri gətirdim. Yəni hər şey bir auradır, hər şey bir enerjidən irəli gəlir. Yəni bunu uşağa əks elətdirmək o uşağa birbaşa təsir göstərir. Və uşaq müəyyən bir yaşa gəldikdən sonra bu uşağın nitqinə də təsir göstərir. Yəni hər şeyin əsasında, özəyində sevgi durur. Yəni dediyim kimi şiddət dediyim zaman sadəcə burada vurmaq, döymək və ya uşağa qışqırmaqdan deyil, ailə mühitində olan ümumi aura da burada çox önəmlidir. Uşağın eyni zamanda bu məsələ uşağın nitqinin inkişafına birbaşa mənfi təsir göstərən məsələlərdən biridir. Digər vacib məsələ təklik. Təklik dediyimdə nəyi nəzərdə tuturam? Ən çox bu hallardan rastlaşırıq ki, ana işləyir, ata işləyir, evdə sadəcə bir dayə olur, uşaq dayə ilə vaxt keçir və günün əksəriyyət hissəsini tək başına olur. Ünsiyyətə girəcəyi çox az insan olur. Kimlənsə ünsiyyətə girmir, tək oynayır, tək başına olur. Bax, bu uşaqlarda da nitq problemləri yaranır. Gec danışma, gec ünsiyyətə girmə, nitqin inkişafında ləngimə bu yaşda bu problemlər də bu uşaqlarda olur. Çünki onların ünsiyyət tələbatı var və biz onlarla ünsiyyətə girmədiyimiz zaman, bu tələbatını ödəmədiyimiz zaman bu uşaq nitqdən imtina eləyir. Yenidən mən o çiçək misalına gətirmək istəyirəm. O çiçəklərlə danışırıq, ünsiyyətə giririk. Yenə burada müsbət bir aura olur deyə o çiçəklər
böyüyür, açır, yaşıllaşır. Uşaq da bu şəkildə. O uşaq da mütəmadi ünsiyyətə girmək lazımdır, ondan danışmaq lazımdır. 2 yaşlı uşaqdır. Yəni biz buna uşaqdır, balacadır. Bu nə məni başa düşür. Və yaxud yeni doğmuş uşaq olsun, bunun fərqi yoxdur. Mütəmadi danışmaq, mütəmadi o ünsiyyətə girmək, ona o müsbət enerjini ötürmək çox önəmlidir. Xüsusi ilə artıq uşağın 3 yaşı var, özünü ifadə etmir, danışmırsa, bax bu nitqinin inkişafında olan problemlərdən ən böyük səbəbindən biri də bax bu təklikdən irəli gələ bilir. Çünki onun ünsiyyət tələbatı ödənmir. Ünsiyyətə girəcəyi insan yoxdur və yaxud onunla oynayaraq ünsiyyətə heç kəs girmir. Bilirik ki, məktəbə qədər də oyunun rolu əvəzsizdir. Uşaqlar həyatı oyun vasitəsilə dərk eləyir. Yəni onunla oynayaraq, onunla ünsiyyətə girmək onun nitqinə müsbət təsir göstərir. Buna görə də təklik burada çox böyük bir rol oynayır. Nitqin geriləməyində çox böyük rolu var. Məktəbə qədər təhsil müəssisəsinin rolunu biz burada görürük. Bağçada gələn uşaqlarla yəni bunu da danılmaz bir məsələdir ki, bağça mühitində böyüyən uşaqlarla bağçaya getməyən uşaqlar arasında görün nə qədər fərq var. Həm əməkdaşlıqda, həm ünsiyyətdə, həm özünü ifadə etməkdə bunlar birbaşa biruzə verir. Çünki uşaq insanlarla ünsiyyətə girir, həm yaşıdları ilə ünsiyyətə girir, müəllimlə ünsiyyətə girir, mütəmadi ünsiyyətdə olur, onlarla oynayır, əməkdaşlıq qurur. Bunlar hər biri əlbəttə bu uşağın nitqinə çox müsbət təsir göstərir. Amma evdə mütəmadi tək qalan, ancaq tək oynayan, nadir hallarda məsəl üçün ana işləyir, ata işləyir, evə yorğun gəlir, yemək və s. ev məişət problemləri və uşaqdan vaxt az keçirilir. Uşaq yatır, durur. Əlbəttə bu uşağın bir vaxtdan sonra ana, ata ayılır ki, yəni mənim uşağım danışmır. Nitq inkişaf etməyib bu uşaqda. Bunun səbəbi nədir? Çünki biz onu sulamadıq, çiçəyi sulamadığımız kimi. Biz ona qayğı göstərmədik, biz ondan ünsiyyətə girmədik, ondan vaxt keçirmədik. Bunlar hər biri buna təsir eləyir. Mən başa düşürəm, yəni hər kəsin işi var, hər kəs çalışır. Bu da bizim bir tələbatımızı ödəmək üçündür. Amma əgər ondan o qədər vaxt keçirə bilmirsinizsə, burada məktəbə qədər müəssisənin rolunu yenə vurğulayıram. Mütləq sürətdə bağçaya getməlidir. Bağçaya getdiyi zaman o nitq dəyişikliklərini zamanla siz görəcəksiniz ki, nə qədər irəliləmə var. Çünki artıq ünsiyyətə girəcək, çünki artıq oynayacaq. Bir müddətdən sonra yavaş-yavaş nitqin açılmasına bu müsbət təsir göstərəcək. Digər bir qlobal problem də İKT. Bilirəm ki, deyəcəksiniz ki, hər yerdə telefon, televizor var. Yəni biz İKT dövründə yaşayırıq. O evdə televizor olmasın və yaxud telefon, planşet, notebook, yəni bu hər bir evdə olan İKT vasitələridir. Ancaq bu uşağın nitqinin həqiqətən geriləməsinə çox təsir eləyir. İnkişafının ən böyük problemlərindən biri də hansı ki İKT-dir. Başa düşürəm, anlayıram ki, uşağı televizordan uzaq tutmaq, telefondan uzaq tutmaq bu dövr üçün çox çətin bir məsələdir. Əlbəttə müəyyən ekran saatları deyirik. Ekran saatları çərçivəsində uşaqlar televizor izləmə müddət verilə bilər, amma o müəyyən yaş aralığında müəyyən vaxta görə dəyişə bilər. Artıq saatlarla televizor izləməsi, saatlarla telefonla oynaması bu doğru deyil. Çox valideynlər uşaq ağlamasın, sakit dursun deyə televizor açırlar, uşağı qoyurlar qarşısına və uşaq saatlarla o televizor izləyir. Və bilirsinizmi, bu sizin uşağınıza nə qədər mənfi təsir göstərir. Müəyyən bir vaxt keçdikdən sonra uşaq artıq düşünmür. Düşünməyən uşaqda ünsiyyətə girmir, nitqi inkişaf etməyindən söz ola bilməz. Son zamanlarda mən bunları uşaqlarda çox müşahidə edirəm ki, uşağa bir sual verdiyin zaman rahat şəkildə özünü ifadə edib cümlələri birləşdirib sənə geri dönüş eləməkdə çox çətinlik çəkir. Nə üçün? Çünki düşünmədən az istifadə edir. Son zamanlarda baxın, texnika çox sürətli inkişaf eləyir. Cizgi filmlər var ki, ümumiyyətlə uşaqların psixologiyasına çox pis təsir eləyir. Onları izlədiyi zaman uşaq ümumiyyətlə sanki ora fokuslanır və bu beynin fəaliyyətini ləngidir. Əgər dəmir işləmirsə paslanır, uşaq da beyni belə bir şeydir. Yəni kiçik yaşla bu qədər uşağa təsir altında olması o uşağın nitqinə birbaşa təsir göstərir. Sadəcə nitqinə təsir göstərmir, düşüncələrinə də təsir göstərir. Uşaqlara ən çox verdiyim suallardan biri, bağçaya gələndə nə gördün? Yeni bir şey rastlaşdınmı və ya yeni bir şey gördünmü? Uşaqlar danışmaq istəmir. Misal üçün, böyük qrup uşağıdır, 4-5 yaş aralığında olan bir uşaqdır. Maşın, ağac,
Yəni artıq ünsiyyətə girib cümlə qurmaq belə ehtiyac onlarda formalaşmır. Amma məsələn uşaq var, müəllimə biz bilirsiniz dünən hara getmişdik, dünən gəzməyə getdik, bura getdik, ora getdik, danışır, nitqə açılır, ünsiyyətə girir. Burada bu məsələlərin yaranmasında ən böyük problem, yəni nitqin gerilənməsində ən böyük problem dediyim kimi müəyyən qədər televizor, telefonun rolu burada əvəzsizdir. Yəni burada yenə bağçanın rolunu vurğulayıram. Və bəzi valideynlər var ki, həqiqətən özləri təsdiqləyir ki, müəllim telefonla çox oynayır, televizora çox baxır. Mən onun üçün bağçaya qoyuram əsas uşağı ki, bunlardan uzaqlaşır. Çünki bilirsiniz, bağçada səhərdən bağçada olur, yəni vaxtını bağçada keçirir. 6-7-yə qədər vaxtını bağçada keçirir və bu aralıq müddətində o həmin o qeyd elədiyimiz televizor, telefondan uzaqlaşır, dostlarınla olur, öz yaşlarınla olur, ünsiyyətə girir, əməkdaşlıq qurur, birlikdə oynayırlar. Digər bir burada vacib məsələ budur ki, uşaq nə üçün bu qədər televizora bağlı olur? Çünki ancaq bunu görür. Anadan gördüyü şey ya telefon olur, ya televizor olur. Ana o telefonla, televizorla keçirdiyi vaxt əvəzinə onunla müəyyən bir maraqlı bir oyun oynasa, müəyyən bir yaradıcılıq işləri görsə, yəni o televizor uşağın ümumiyyətlə marağını çəkməz. Yəni orada açıq qalsa belə ona baxmayacaq. Yəni həqiqətən bunu təcrübə etməyinizi istəyirəm. Bilirsiniz, uşaq ailənin güzgüsüdür. Yəni ağ vərəqdə o vərəqə nə yazırıqsa, ilk təməl, ilk məktəb də ailədir. Ailədə gördüyü hər bir şeylə o yavaş-yavaş həyatı dərk eləyir. Əgər o gözünü açandan ananın mütəmadi televizor qarşısında, mütəmadi telefonla oynayarkən görürsə, bu onun diqqətini çəkəcək. Çünki anasını təqlid eləyəcək. Amma o televizor əvəzinə ana onunla oyunlar oynasa, yaradıcı oyunlar oynasa, söhbətlər aparsa, birlikdə maraqlı bir məşğuliyyətlə məşğul olsalar, inanın o televizor o uşağın diqqətini o qədər çəkməyəcək. Sadəcə olaraq analar ağlamasın, öz işini görsün deyə televizoru açıq qoyurlar, uşaq da saatdan ora baxır. Və daha sonra isə gəlib deyir ki, müəllimə, yəni danışmır, uşağım danışmır, özünü rahat, sərbəst şəkildə niyə ifadə etmir, niyə sərbəst şəkildə sözləri demir, niyə nitqə girmir, niyə düşünmür, tam ifadə edə bilmir, artıq 4 yaşlı uşaqda özünü tam ifadə edə bilmir və yaxud düşünmək istəmir. Çünki onun düşüncələrinin qarşısına siz bağlayırsınız. Yəni sadəcə nitqi ilə deyil, düşünməsinə təsir göstərir. Bax, burada bu şəkildə, bu zaman bizim yaradıcı oyunlarımız çox vacibdir, çox önəmlidir. Yəni ailə ilə birlikdə uşaq vaxt keçirdiyi zaman, onlarla oynadığı zaman inan o televizor, o telefon onun artıq o qədər diqqətini çəkmir. Diqqət artıq yönəlir. Çünki oradakindən, yəni bir ekranda gördüyündən daha maraqlı bir şey olur. Real olan bir şey onun diqqətini çəkir. Ona görə burada yenə də o müsbət enerji, yenə o sevgi, qayğı hər şeydən önəmlidir. Görürsünüz, yəni bütün ümumiyyətlə məktəbə qədər təhsildə bütün məsələlərin birləşdiyi bir nöqtə sevgiyə gedib çıxır. Birləşdiyi bir nöqtə uşaqla yaranan düzgün münasibətlərə, uşaqla yaranan düzgün rəftarlara gedib çıxır və bunun əsas təməli sevgidir. Əsas təməli qayğıdır. Çünki biz bir qarşımızdakı uşaqdır və bunun qayğıya, sevgiyə də ehtiyacı var. Və bunlar olduğu zaman ailədə o uşaq daha da inkişaf edir, daha da yaxşı olur. Gələcəyi də parlaq olmasına, yəni biz bu təkanı məktəbə qədər dövrdən qoymuş oluruq. Burada qeyd elədiyim kimi, yəni bax, belə maraqlı oyunlar, yaradıcı oyunlar, şəkillərdə, nümunələrdə gördüyünüz kimi o oyunlarla, uşaqla vaxt keçirmək çox önəmlidir. Ən azı günün müəyyən bir hissəsini ayrılmalıdır. Digər bir məsələ də ekran saatlarıdır. Bilirsiniz ki, bəzən biz məktəbə qədər müəssisələrdə də bir məşğələdə demonstrasiyalardan, əsasən demonstrasiya video roliklərdən istifadə oluna bilir. Ancaq müəyyən bir vaxt aralığında 15-20 dəqiqə o yaşına görə dəyişən bir şeydir. Yəni evdə də o dərəcə bağımlılıq artıq uşaqda yaranıbdırsa, onun vaxtını qısaltmaq lazımdır. Müəyyən bir qayda qanun olmalıdır. Müəyyən bir qayda qanun çərçivəsində hər şey həyata keçirilməlidir. Bu şəkildə ekran saatları yaradaraq yavaş-yavaş onu ekrandan uzaqlaşdıra bilərsiniz. Digər bir məsələ yaradıcılıqdır. Əziz müəllimlər, niyə biz yaradıcılığın, niyə biz təxəyyülün rolunu hər zaman yüksək şəkildə vurğulayırıq, hər zaman önəmli olduğunu ön plana çəkirik? Çünki uşağın təxəyyülü nə qədər zəngin olarsa, nə qədər düşünərsə, nə qədər beyni inkişaf eləyərsə, bu onun nitqinə də təsir göstərər. Burada məsəl üçün uşaqların çox gözəl, maraqlı bir oyundur, yaradıcı bir oyundur. Uşaqlar birlikdə oyun oynayırlar.
yaradıcılığın, təxəyyülün rolunu bir daha vurğulayırıq. Yəni təxəyyülü zəngin olan uşağın da nitqi olacaq, nitqi formalaşacaq. İndi isə istəyirəm keçək biraz oyunlar haqqında danışaq. Deməli, uşağın nitq inkişafı üçün burada effektiv oyunlar mən qeyd eləmişəm. Yəni bu oyunları siz evdə də, yəni valideynlər evdə də rahatlıqla həyata keçirə bilərsiniz və yaxud məktəbə qədər müəssisələrdə də tərbiyəçilər təşkil eləyə bilər. Burada birinci heyvan səsləri oyunu qeyd eləmişəm. Uşaqlara müəyyən şəkillər, oyuncaqlar göstəririk. Məsəl üçün burada hansı heyvandır deyirsən? Bu inəkdir. İnək necə səs çıxarır? Mö. Təqlid eləyir. Bax bu kiçik qruplarda, birinci, ikinci qruplarda çox istifadə oluna biləcək. Həm uşaq üçün sadə bir oyun metodudur. Eyni zamanda o nitqin açması üçündür. Yəni göstərilən heyvanların səsləri ilə oyun. Və yaxud bunu bu şəkildə də eləyə bilərik. Yəni o heyvanı görmür. Yəni burada əsas məsələ şəkil və oyuncaqları göstərmək, göstərməyərək də bunu edə bilərik. Səsini qoya bilərik. Uşağa o səsdən hansı heyvana aid olduğunu düşünməsini tələb eləyə bilərik və onu nitqə gətirməsini tələb eləyə bilərik. Bax bu çox gözəl oyundur. Daha sonra sadə uşaq mahnıları və ritm oyunu. Musiqi özü əhval-ruhiyyəni çox yüksək tutur. İnsanın əhvalına dəyişməsinə müsbət təsir göstərir. Bax burada uşaq mahnıları, birlikdə mahnılar oxuya bilərsiniz. Burada biz bunu dediyim kimi həm məktəbə qədər müəssisələrdə təşkil edirik, həm də ailədə, evdə valideynlərlə təşkil edə bilər. Yəni burada təqlid eləyir, birlikdə oxuyursunuz. Uşağın yaşına uyğun mahnılardan istifadə edə bilərsiniz və yaxud adi laylalar olsun. Uşaq siz deyirsiniz təkrarlayır, sizin dedikləriniz təkrarlayır. Bax bu da uşağın nitqini aça bilər və buradakı musiqinin vurğulamaqda məqsədim odur ki, yenə auranın yüksəlməsi, müsbət bir əhval-ruhiyyənin yaranmasıdır. İnsan özünü nə zaman rahat hiss edir, nə zaman rahatlıqla, yəni biz olaq, özümüzün rahatlıqla nə zaman ifadə eləyə bilirik? O sakit, o gözəl auranın içində olduğumuz zaman. Amma panikalı bir yerdə olsaq, çox əsəbi, gərgin, stresli bir yerdə biz olsaq belə, orada bizə də o stres, əsəb təsir edir, həmçinin uşağa. Yəni burada musiqinin rolu ona görə çox önəmlidir. Daha sonra ağız və dil gimnastikasını qeyd eləmişəm. Burada nitq əzəllərinin güclənməsi üçün dil və dodaqların hərəkəti. Bax, nümunə də vermişəm. Məsəl üçün, dilini uşaq bayıra çıxaraq sağa-sola oynadır, dodaqlarını büzür. Məsəl üçün, burada dodağını büzərək saitlərdən istifadə eləyir. Məsəl üçün, hər hansı bir oyunun daxilində bunu eləyə bilərsiniz. Oyun oynayaraq o oyuna rəng qata bilərik. Həm gimnastika etmiş oluruq. Əslində biz burada uşağın nitqi üçün çox önəmlidir. Uşaq da bunu oyunun daxilində etdiyimiz zaman bunun müəyyən bir gimnastik olduğunu anlamır. Yəni onun üçün də maraqlı olur və nitqinin, dilinin inkişafı, dil əzəllərinin inkişafına da müsbət təsir göstərir. Nədir oyunu? Əşyalar və şəkillər göstəririk, müəyyən əşyalar. Yəni bayaq qeyd etdiyimiz kimi uşaqlara əşyalar göstərə bilərik. Bu nədir? Uşaq onu təkrarlayır. Məsəl üçün, deyək ki, qaşıq. Deyək ki, məsəl üçün, hər hansı bir heyvan ola bilər, dovşan, pişik və s. Bu şəkildə istifadə oluna bilərik. Göstərdiyimiz zaman göz ilə təmas olur, şəkilə baxır, daha sonra hafizəyə yönəldir, düşünür. Şəkildəki nədir? Uşaqlar, məsəl üçün, deyək ki, Nərgiz. Nərgiz, şəkildə nə var, nə görürsən? Baxır, şəkili görür, düşünür, yəni beyin inkişaf eləməsi üçün düşünür, daha sonra onu nitqinə gətirməyə çalışır. Səsi tanı oyunu, uşaqlarının gözlərini, deməli bu da çox maraqlı bir oyun. Uşağın gözünü yumdurursunuz, sonra müxtəlif səslər çıxırsınız. Məsələn, əl çalmaq, qapı, stol üstünə vurmaq, nəsə bir şey, yəni bu səslər yaradırsınız və bu uşaq səsindən tanıyır. Bax, yenə onu düşünməyə vadar eləyir. Görürsünüz, hər şeyin əslində təməli psixi proseslərin içərisində biz bunu bilirik, tərbiyəçilər bilir ki, psixi proseslərin içərisində hafizə var və hafizə çox önəmlidir uşağın nitqində. Çünki uşaq düşünür, hafizə yada salır. Yada salma və yadda saxlama hafizədir. Uşaq yadına saldıqdan sonra bunu nitqində ifadə elətdirir. Gözü bağlı olan uşaq, məsəl üçün, hər hansı bir taqqıltı etdiyimiz zaman bu nə səs olduğunu başlayır beynində düşünməyə. Düşünür və nitqinə gətirməyə çalışır ki, bu nə səsidir. Sonra söz tapmacası, məsəl üçün, sadə tapmacalar veririk. Məsəl üçün, burada birini qeydləmişəm, yumru başı var, ağappaq saçları var, qələm. Yaşına uyğun olaraq sadə tapmacalardan da istifadə edə bilərik. Yenə burada düşüncənin rolunu görürük. Rəhlər və formaya görə adlandırmaq. Oyuncaqlar və əşyalar rənginə və formasına görə ayırıb adlandırmaq.
Məsələn, bu nə rəngdir, bu nə formadır? Əslində biz bunların hər birini məktəbə qədər təhsil müəssisələrində uşaqlara, yəni məşğələlərimizdə əks etdiririk. Mütəmadi şəkildə keçiririk, əks etdiririk. Ancaq mən bu nümunələri verdim ki, evdə də valideynlər bu nümunələrdən istifadə etməlidir. Ümumiyyətlə bir şeyi xatırlamaq lazımdır, bir şeyi yaddan çıxartmaq olmaz ki, sadəcə buradakı nümunələrdən deyil, ümumiyyətlə uşağı düşünməyə vadar edin. Uşaq düşünürsə, o onun nitqinə əks etdirir. Yəni burada biz ümumi danışdıqlarımızdan belə bir nəticəyə çıxara bilərik ki, uşağın nitqinin inkişafında, əlbəttə yenə deyirəm, əqli gerilik və s. digər məsələləri kənara qoyaraq mən bunu vurğulayıram ki, uşağın nitqinin inkişafında burada ailədəki müəyyən psixoloji vəziyyət çox önəmlidir. Yəni ailənin ümumi, yəni müəyyən bir problemləri uşağın yanında həll etmək qətiyyən olmaz. İstəyir yeni doğulmuş olsun, istəyir 3 yaşlı uşaq olsun, böyük qrup olsun, yəni böyük yaş qrupu olsun, kiçik yaş qrupu olsun, fərqi yoxdur. Heç bir problem uşağın yanında həll etmək olmaz. O müsbət aura həmişə çox önəmlidir. Bax görürsüz, bizim əslində danışdıqlarımızın yekunu bununla gəlib çıxır, buna gəlib çıxır. Digər bir məsələ yenə təklik. Təklikdə də eyni şəkildə uşağın nitqinə mənfi təsir göstərir. Burada məktəbə qədər müəssisənin rolunu vurğulayırıq, nə qədər önəmli olduğunu bir daha xatırlayırıq. İKT-nin düzgün istifadə olunması uşağın nitqinə necə təsir etdiyini vurğuladıq və mən sizə bəzi evdə də edə biləcəyiniz oyunlardan bəhs elədim. Bax, bu oyunlardan istifadə eləyərək uşağı düşünməyə vadar eləyərik və düşünən uşaqda nitqini formalaşdırır. Məktəbə qədər müəssisəyə gələn uşaqlarda belə uşaq evə gəldiyi zaman ananın verdiyi sual, bugün nə öyrəndin, bugün yeni nə öyrəndiniz, bugün bağçada yeni nə etdiniz, nə öyrəndiniz, bu şəkildə olmalıdır. Yoxsa sən kimləsə dalaşdınmı və yaxud yemək yedinmi? Bu məsələlərdən daha çox uşağın öyrənməsi istiqamətini. Bugün məşğələ keçmisiniz, nə keçmisiniz məşğələdə? Müəllimə bugün səndən nə soruşdu? Nə öyrəndin məşğələdə? Bax, bu istiqamətdə. Artıq görün keçdiklərini, bağçada öyrəndiklərini gətirib nitqinə gətirərək sizə tam şəkildə ifadə edə bilirmi? Burada ünsiyyətə girmək, yəni valideynin uşaqla münasibəti, ünsiyyəti çox önəmlidir. Və sadəcə ananın ünsiyyətini nəzərdə tutmuruq. Əlbəttə, burada hər iki valideyn və yaxud evin digər üzvləri, bir evdə neçə insan yaşayırsa, nənə ola bilər, baba ola bilər, ana, ata, yəni hər birinə aiddir bu. Hər birinin ünsiyyəti burada çox önəmlidir. Uşaqdan düzgün münasibət qurmaq, düzgün ünsiyyətdə olmaq. Biz bir dəfəliyə, bir kərə etməklə əlbəttə nəticə əldə edə bilmərik. Mütəmadi şəkildə bunu davam elətdirsəz, uşağınızda nə qədər inkişaf olduğunu, nə qədər nitqinin formalaşmasına təkan etdiyini özünüz də şahidi olacaqsınız.